Bismillahirrahmanirrahim. Salamlayıram bizi izleyen hər kəsi. Mövzuya başlamazdan əvvəl bir həqiqəti deyim. Əvvəlki kanalımız bağlandı. YouTube'da olan kanalımız bağlandı, amma haqq bağlanmaz. Bunu bildirmək istəyirəm. Bugün buradayıq və yenə haqqı deməyə davam edəcək. Zəhmət olmasa paylaşın, dəstək olun. Haqq söz çox adama çatsın. Bugünkü mövzumuz bundan ibarətdir. Torpağa səcdə sünnədir, yoxsa bidət? Açıq sual verirəm. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm səcdə zamanı alnını nəyin üzərinə qoyurdu? Şiələr səcdədə alnını möhrün üzərinə qoyur. Bəs bu möhür nədir? Qatqısız torpaqdır. Yerinə düşər qeyd edim ki, möhür kəlməsi fars sözüdür. Ərəblər türbə deyər. Türbə yəni torpaq. Boş yerə bunu demirəm. Səbəb budur ki, Vahabilər avam insanları aldatmaq üçün bir sıra yalanlara uydururlar. Onlardan biri də Peyğəmbərin dövründə möhrün olmadığı iddiasıdır, yalanıdır. Halbuki həqiqət budur ki, möhür dedikdə məqsəd ərəb dilində olan türbədir, yəni torpaq. Həzrəti Peyğəmbərin zamanında səcdə torpağa edilirdi. Və bu açıq-aşkar tarixi və hədis mənbələri ilə sübuta yetirilib. İndi Vahabilər çıxıb deyirlər, möhrə səcdə etmək olmaz, torpağa səcdə bidətdir. Bu iddianın nə qədər boş olduğunu öz dillərindən eşidək və yalan olduğunu sübut edək. İndi birinci videoya baxaq, bir yerdə izləyək, buyurun. Yəni təbii ki, möhür üçün dəlil yoxdur. Nə Quranda, nə sünnədə, yəni xüsusən də o formada ki, büyün edirlər. Və əhl-i sünnə məsələndə yoxdur belə şey. Bu Vahabi şeyxi açıq-aşkar deyir ki, səcdə zamanı alnı möhrün üzərinə qoymaq caiz deyil, yəni icazəli deyil. Yaxşı, onda bir sual. Möhür torpaqdırsa, Peyğəmbər torpağa səcdə edibsə, bunun harası haramdır? Cavab yoxdur. Çünki problem dində yox, məzhəbi qərəzdədir. İndi isə ikinci videonu bir yerdə izləyək. Buyurun. Deyək ki, biz xalçaya səcdə, o vaxt onlar torpağa səcdə edirdilər. Düzdür? Həmişə həsr olmayıb axı, həmişə məsciddə qardaş, Allah Rəsulü məscidi öz zamanda nədən idi qardaş? Torpaqdan idi. Bəli, həsrdə də qılıblar. Burada başqa bir Vahabi elm tələbəsi etiraf edir ki, Peyğəmbər torpağa səcdə edib. Bu əməl Rəsullahın dövründə mövcud olub. İndi əziz izləyicilərimizə bir sual verirəm. Bunların biri deyir olmaz, biri deyir olar. Hansı yalan deyir? Əlbəttə ki, birincisi. Niyə yalan deyir soruşsanız, çünki həqiqət şiələrin xeyrinədir. Əgər torpağa səcdənin sünnə olduğu qəbul olunsa, şiələrin mövqeyi haqlı çıxar. Vahabilərin bidət ittihamı çökər. İllərlə danışılan yalan ifşa olar. Ona görə də həqiqətin üstünü örtürlər, sünnəni gizlədirlər. Peyğəmbərin əməlini inkar edirlər. Torpaq üzərinə səcdə bidət deyil, sünnədir. Möhür üzərinə səcdə Peyğəmbərin yoludur. Bu həqiqəti inkar edənlər isə ya bilməyələkdən, ya da bilərəkdən həqiqəti gizlədir. Biz inşallah Allahın izni ilə kanalımızda belə bəhslərimizi davam etdirəcək. İnşallah bizi izləyin, dəstək olun, paylaşın. Biz inşallah susmayacaq, çünki haqq gizləndikcə batil cəsarətlənir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.